Salam, hər vaxtınız xeyirli olsun. Səfiyyənin mətbəxinə xoş gəlmisiniz. Bugün sizlərlə evdə çox ləzzətli keyifçi toyuq qanadlarını necə hazırladığımı bölüşmək istərəm. Həqiqətən çox ləzzətli və xırçıltılı toyuq qanadlarımız alındı. Bunun üçün öncədən yuyub tam qurutduğum toyuğun qanadları və sinə ətindən istifadə etdim. İndi keçək ətimizi doğramağa. Bu cür oynaq hissədən qanadları iki hissəyə ayırıram. Toyuğun sinə ətini isə göstərdiyim qaydada nazik dilimlər formasında doğrayıram. Yəni videoda biraz daha qalın görsənir. Ancaq bir barmaq qalınlığından, yəni qalın doğramırsınız və ölçüsünü artıq öz zövqünüzə görə biraz daha ya mənim kimi bu cür uzun sov formada və yaxud bu uzun sovların da hər birini iki hissəyə bölərək hazırlaya bilərsiniz. Və mən bu qayda ilə bütün ətlərimizin hamısını doğradım. İndi keçək ətimizin ədviyyatlarını vurmağa. Deməli, ədviyyat olaraq mən duz, qara üyüdülmüş istiot, paprika, sarımsaq tozu, arzu edənlər əzilmiş sarımsaq da əlavə edə bilərsiniz. Mən acı pul biber əlavə etdim və xımeli suneli ədviyyatlar hər biri öz zövqünüzə görədir. Sevdiklərinizi əlavə edib, sevmədiklərinizi siyahıdan çıxarda bilərsiniz. Və ətimizi yaxşıca qarışdırıram. Tam qarışmış ətlərimizi 2 saat ərzində gözlədirəm. Və indi bir qaba bir yumurta, bir stəkan süd, yarı çay qaşığı duz və yarı çay qaşığı paprika əlavə edirəm və üzərinə bir stəkan un əlavə edib yaxşıca tam həll qarışana qədər qarışdırıram. Qeyd edim ki, mən bu qədər ərzağı 1 kiloya yaxın ət üçün hazırlamışam. Əgər sizdə az olarsa, ərzaqların miqdarını yarıya bölə bilərsiniz. Deməli, hamısı yaxşı qarışdıqdan sonra, baxın, gördüyünüz kimi bu cür axıcılıqda bir xəmirimiz alınır və indi keçək qazımızın yanına. Deməli, tavamıza, yəni bişirəcəyimiz qaba duru yağı əlavə edib yaxşıca isidirik. Yağın isindiyini bu cür bir çöp vasitəsilə, yəni əgər taxtanın kənarında bu cür qabarcıqlar əmələ gəlirsə, deməli yağımız tam isinib. Və indi ətlərimizi öncə bu duru xəmirə, daha sonra pankoya batıraraq hər iki tərəfini, yəni bütün tərəflərini yaxşıca pankoya batırdıqdan sonra yağımıza əlavə edib yaxşıca qızardırıq. Pankodan istifadə edərək hazırlamaq istəməyənlər üçün videonun açıqlama qismində daha bir paylaşdığım video var. Onu bərkidəcəm. Arzu edənlər, yəni o üsulda da hazırlaya bilərsiniz. Yəni həqiqətən hər iki üsulda çox ləzzətli, möhtəşəm keyifçi qanadlarımız alınır. Qeyd edim ki, bu pankonu mən şirniyyat ləvazimatları dükanından almışam. Yəni 1 kilosu çox da bahalı bir şey deyil. 3-4 manat arası qiymət dəyişir. Ancaq həqiqətən, yəni bununla həm blinçikləri, həm bu cür toyuqları, hətta kotleti də qızardarkən çox ləzzətli, gözəl, yəni ləzzətli alınır. Qazımızın altını, yəni ocağımızı nə gur, nə də az xodda qoymuruq. Yəni orta xodda qoyuruq ki, toyuqlarımızın iç hissəsi yaxşıca bişsin. Mən artıq bir üzü qızarmış ətlərimizin digər üzünə çevirirəm və çalışıram ki, hər iki üzü yaxşıca qızarmış olsun və bu müddət ərzində mən digər toyuqlardan da hissələri, yəni xəmirimizin içərisinə əlavə etmişəm, yaxşı qarışdırmışam. Və indi qızarmış ətlərimizi götürüb, içərisinə təkrar digərlərini əlavə edərək hamısını bu qaydada yaxşıca qızardıram. Haşiyədən kənara çıxaraq bir şey qeyd etmək istəyirəm ki, bircə dəfə keyifçi toyuq qanadlarını alarkən dadına baxmışam və içərisi çiğ bişməmiş halda olduğuna görə mən onu qətiyyən yeyə bilməmişəm və ondan sonra heç vaxt uşaqlara da, yəni artıq bunu almıram. Mütləq uşaqlar istəyərkən evdə hazırlayıram və həqiqətən uşaqlar da sevərək, bəyənərək yeyirlər. Yəni ən azından həm qiymət baxımından sərf edir, yəni evdə hazırlamaq, həm də halallıq, təmizlik baxımından, yəni evdə bişirilməyinə üstünlük verirəm.
Və mən bütün toyuqların hamısını artıq qızartdım. Hazırdır. Yəni bu qədər asan və həqiqətən mükəmməl ləzzətli keyifçi qanadlarımız alındı. Siz də eyni qaydada hazırlayıb uşaqlarınızı sevindirə bilərsiniz. Məndən bu qədər. Siz isə mənə dəstək olmağı, şərhlərdə fikirlərinizi yazmağı, əgər videomu bəyənirsinizsə bəyən düyməsinə basaraq mənə dəstək olmağı unutmayın. Sağ olun, Allah'a emanet olun. Gələn videolarımda görüşənədək.